Salam, əziz və hörmətli şagirdlər, sizləri xoş gördük. Bu günləri biz 6-cı sinif mövzusunun təkrar bölməsinə baxacağıq. Məsələ və misalların həllinə. Deməli, əziz şagirdlər, tapşırıq 1-də bizə nə deyir? Nisbətin ekvivalentliyini tapın. Gəlin, bizə nisbətin ekvivalentliyini tapaq. Uşaqlar, 6-nı neçəyə vurduqda 3 eləyir. Deməli, 6-nı neçəyə vurublar? 2-yə. Biz də 5-i 2-yə vuracaq, eləyəcək 10. Uşaqlar, 2-ni 5-i vurublar. Deməli, 2-ni vuracaq 5-ə, 15-ə eləyəcək 30. 30-da böləcəyik 5-ə, düşəcək 6. Daha sonra, uşaqlar, 16-nı vuracaq 3-ə, 48. 48-i də böləcəyik 4-ə, düşəcək 12-yə. 5-i böləcəyik 1-ə, 5-i vuracaq 1-ə, eləyəcək 5, 5-i də böləcəyik 20-yə, eləyəcək 0,25. Keçirik tapşırıq 2-yə. C dəyişəni elə qiymət tapın ki, nisbətində nisbətlər ekvivalent olsun. Ekvivalent olması üçün C-yə biz nə verə bilərik? C-yə verə bilərik 18, düzdürmü uşaqlar? 6, 10, 12. 6, 10, 12-dirsə, 6-nı bölərəm 3-ə, düşər 2. Deməli, 6-nı bölərəm, 12-ni bölərəm 6-ya, düşər 2. Deməli, mən C-ni də, yəni 10-u da 2-yə böldükdə cavab nə düşəcək? 5. Deməli, C nəyə bərabər oldu? 5-ə. B variantında isə C nəyə bərabər olacaq uşaqlar? C bərabər olacaq 4-ə. C variantında isə C nəyə bərabər olacaq? C bərabər olacaq 3-ə. Keçdik 3-cü tapşırığa. Deyir, verilmiş bərabərliyə görə tələb olunan ifadənin qiymətini tapın. 4A bərabərdir 3B-yə. Deməli, 4A 3B-dirsə uşaqlar, bunlar necədir? Qarşılıqlı sadə ədədlərdir. Düzdürmü? 4A 3B-dirsə uşaqlar, A 3-dür, B də 4-dür. Cavabımız nə olacaq? 4-də 3. Digər B variantında D-imiz neçə olacaq? 3. C-imiz neçə olacaq? 2. Cavabımız olacaq 1,5. C variantında isə uşaqlar M-im 6-dır, N-in də 8-dir. Cavabımız da neçə olacaq? Ay uşaqlarım. 24-də 24. Bu da bizə nə verəcək? 1. Tənasübün əsas xassəsindən istifadə edirik, məhsulu tapın. Olacaq neçə? 5x bərabərdir 8-ə uşaqlar. X da bərabərdir neçə olacaq? 1,6. Yəni 8-i böləcəyik 5-ə. Y-imiz 9y bərabərdir 18-ə. Y-imiz də nəyə bərabər olacaq? 2-yə. C variantında 2C bərabər olacaq 24-ə. C də bərabər olacaq 12-yə. D variantında isə ay uşaqlarım 2x çıx 3 bərabərdir 28-ə. 28 ilə 2 ixtisar gedir, 14 qalır. Deməli, x çıx 3 bərabərdir 14-ə, x də bərabərdir 17-yə. Y variantında isə 3x plus 6 bərabərdir neçəyə? Uşaqlar, 7 eləyəcək 42. 42 uşaqlar. Daha sonra x bərabərdir, 3x bərabərdir 42 çıxılsın 6-ya, 3x bərabərdir. 3x bərabərdir. Neçə olacaq ay uşaqlar? 3x belə yazsam ki, 42 x plus 6 yazsam. Deməli, burada nə qalacaq uşaqlar? 36 x da bərabərdir 12-yə. Bizə nə deyir? Tapşırıq 5-də bizə deyir ki, həyətdə 40 toyuqdan və 25 qaz var. Qazların sayı toyuqların sayına olan nisbətini yazaq. Yazaq. Qazların sayının toyuqların sayını. 40-da 25. Bu da ixtisar gedir, qalır 8-də 5. O da olur 5/8. B variantında deyir ki, həyətdə əlavə 5 qaz gətirirlər. Əvvəlki nisbəti saxlamaq üçün həyətə əlavə neçə toyuq gətirmək lazımdır? B variantında 30 bölünsün 40 plus x bərabərdir 8-də 5-ə.
Tamam. 5 vurulsun 40 plus x bərabərdir 240-a. 40 plus x bərabərdir 240-ı böləcəyik 5-ə. Aha. 40 plus x bərabərdir 48-ə. X də bərabərdir 8-ə. Keçdik tapşırıq 6-ya. Perimetri 24 olan üçbucaqlının tərəflərinin uzunluğu 3, 4, 5 nisbətindədir. Bu üçbucağın tərəflərinin uzunluğunu nə qədərdir? Yazacağıq. 3x plus 4x plus 5x bərabərdir 24-ə. 12x bərabərdir 24-ə, x də bərabərdir 2-yə. 3 vur 2 bərabərdir 6. 4 vur 2 bərabərdir 8-ə. 5 vur 2 isə bərabərdir 10-a. Tapşırıq 7. Perimetri 32 cm olan düzbucaqlının uzunluğu 1/3 nisbətindədir. Bu düzbucaqlının sahəsini tapın. Deməli, ay uşaqlar, sahə nə qədər tapılır? 2 vurulsun 3x plus x bərabərdir 32-yə. 2 vurulsun 4x bərabərdir 32-yə. 8x bərabərdir 32-yə. X də bərabərdir 4-ə. X-im 4-dür uşaqlar. Tərəfimi də tapmaq üçün 3-ü vururam 4-ə. Bir tərəfim 4-dür, bir tərəfim isə 12-dir. Sahəni də tapmaq üçün S bərabərdir 4 vurulsun 12. O da bərabərdir 48-ə. Tapşırıq 8. Tapşırıq 8-i indi oxuyacağıq. Görək tapşırıq 8-də nə deyir? Deməli uşaqlarım, tapşırıq 8-də deyir ki, suallara cavab verin. Tamam, suallara cavab verin. Lailənin 2,5 uzunluqda lentini 4 qismətinə bölür və fərqini tapın. 3x plus 5x bərabərdir 2,4-ə. 8x bərabərdir 2,4-ə. X də bərabərdir 0,3-ə. Deməli, 3-ü vururam 0,3 eləyir 0,9. 5-i vururam 0,3 eləyir 1,5. Keçdik B variantına. Elxanın ipi 4, 7 nisbətində bölündü. Yazırıq 4x plus 7x. Aha. İndi bizdən əvvəlki ipin uzunluğunu soruşduğuna görə 7x-dan çıxırıq 4x-i bərabər eləyirik 6-ya. 3x bərabərdir 6-ya, x də bərabərdir 2-yə. Əvvəlki uzunluqda 4-ü vuruq 2 eləyir 8, 7-ni vuruq 2 eləyir 14. 14 plus 8 bərabərdir 22-yə. Keçdik məsələ 9-a. Məsələ 9-da deyir ki, iki məntəqə arasındakı məsafə 36 kilometrdir. Xəritənin üzərində məntəqələr arasındakı məsafə 1,8 cm-dir. Aha, indi deyir ki, xəritənin miqyasını tapın. Xəritənin miqyasını tapmaq üçün plandakı məsafəni bölürük həqiqi məsafəyə. Plandakı məsafə 1,8-dir. Həqiqi məsafəm isə 36 kilometrdir. Kilometri çeviririk. Nəyə uşaqlar? Metrə, əlbəttə ki, 1,8 cm. İndi metrə çevirməyəcək, biz bunu nəyə çevirməliyik? Santimetrə. Təbii ki, doğrudur. Santimetrə çevirəcəyik. Və ay uşaqlarım, yuxarıda isə 10-a vuracaq. Düzdürmü? 18 18 1, burada da 2. Cavabımız nə eləyəcək? 1 bölünsün 2, 3, 4, 5, 6. B variantında deyir ki, 100 kilometrlik yolu bu xəritənin uzunluğu nə qədərdir? B variantına da baxaq ay uşaqlarım. B variantında isə necə tapacağıq? Miqyası tapmaq üçün plandakı məsafəni böləcəm həqiqi məsafəyə. Yazacağım 1 bölünsün 1, 2, 3, 4, 5, 6 bərabərdir x bölünsün. Deməli, kilometri metrə çevirəcəyik. 100 kilometri vuracağıq 1000-ə. Onda olacaq 6. Onda tənasüblə yazsaq x bərabərdir
İxtisar da getsə, uşaqlar, x da bərabərdir 0, 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 0. Cavabım nə eləyəcək? 2x bərabərdir 1-ə, 10-a, x da bərabərdir 5-ə. Keçdik məsələ 10-a. Deyir, reseptə görə 600 qram çəkilmiş ət, 150 qram düyü və 60 yarpaq dolması düzəltmək olur. 300 qramdan nə qədər hazırlamaq olar? Gəlin baxaq. Hazırlamaq üçün uşaqlar nə edəcəyik? 120 qrama 60 dolmadırsa, 300 qrama x dolmadır. 120 x bərabərdir 60 vurulsun 300-ə. 120 x bərabərdir 18.000-ə, x da bərabərdir 150 dolma. Deyir, 1 kiloqram ətdən neçə belə dolma hazırlamaq olar? 1 kiloqram ətdən də neçə belə dolma hazırlamaq olarsa, 600 qrama 60 dolmadır, x qrama da 150 dolmadır. 60 qram bərabərdir 150 vurulsun 600, x da bərabərdir, deməli, x 60, x bərabərdir 90.000-ə, x da bərabərdir 1,5 kiloqrama, qramı kiloqrama çevirmiş olduq. B variantında isə, ay uşaqlar, deyir, 1 kiloqram çəkilmiş ətdən nə qədər hazırlamaq olar? 600 qrama 60 dolmadır, 1000 qrama isə x dolmadır. 600 qram bərabərdir 6000, daha doğrusu 60.000, x da bərabərdir 100 dolma. Aha, indi bizdən soruşur ki, nə qədər düyü lazımdır? Düyünü də tapmaq üçün 100 dolma tapdım. Deməli, 100 dolmadır. 100 dolmadan da yazacağıq 120 qrama 60 dolmadırsa, x qrama da 100 dolmadır. Olacaq 60x bərabərdir. X da bərabərdir 200 qram düyü. Keçdik ya uşaqlar, məsələ 11-ə. Məsələ 11-də nədir? Deyir ki, bağda ay uşaqlar, bağda alma, armud, gilas ağacları əkilib. Və bizə deyir ki, alma, armud, gilas ağacları əkilibsə, deyir ki, 40 ərik ağacı olarsa, neçə alma, neçə gilas ağacı var? 2x bərabərdir 40-a, gəlin belə yazaq. 2x bərabərdir 40-a, x bərabərdir 20-yə. 3-ü vuracam 20-yə, eləyəcək 60 alma. 4x bərabərdir 40-a, x bərabərdir 10-a. 3-ü də vuracam 10-a, eləyəcək 30 gilas. B variantında tapmaq üçün almanın gilas ağacı sayının nisbətini deyir. 60-ın 30-a olan nisbəti, o da eləyəcək 2-də 1. 60 bölü 30, o da bərabərdir 2 bölünsün 1-ə. Keçdik digər tapşırığa. Digər tapşırıqda deyir ki, nasos boş hovuzu 6 eyni nasos 24 dəqiqəyə doldurur. 9 belə nasos boş hovuzu neçə dəqiqəyə doldurar? 6-ya uşaqlar 24-dür, 9-a isə x-dir. 9x bərabərdir 6 vur 24-də, 9x bərabərdir 144-də, x də bərabərdir 16-ya. B variantında deyir ki, 36 dəqiqəyə doldurmaq üçün neçə nasos lazımdır? 6-ya 24-dür, x-a isə 36-dır. 36x bərabərdir 144-də, x də bərabərdir 4-də. 13-cü tapşırıqda deyir ki, yem ehtiyatını
8 inek 14 gün 12 günə yeyir. Qalan 24 günə 8-ə 12-dir. X-a isə 24-dür. Düzdürmü? Onda nə edəcəm? 24 x bərabərdir 96-ya. X də bərabərdir 4-ə. Məsələ 14. Məsələ 14-də nə deyir? Sürücü yolun 60 km, deməli S bərabərdir V vurulsun T-yə. 70 vur 40 bərabərdir 280-ə. T-ni də tapmaq üçün S-i bölürəm V-yə. O da olur 280 böl 80-ə. O da bərabərdir 7 bölünsün 4-ə. 4-dən də çıxıram. 7 bölünsün 4-ü. O da eləyəcək 4 çıxılsın 1 tam 4-də 3. O da bərabərdir 2 tam 2-də 4-də 1-ə. Deməli, doğru, cavab doğru deyil. Keçdik məsələ 15-ə. Məsələ 15-də nə deyir? Deyir, düşərgədə 120 nəfər 15 günə çatar. 60 nəfər gələrsə, neçə ərzaq davam? 120 plus 60 bərabərdir 180. Uşaqlar. 120-nin 15-ə, 180-nin isə x-a. 180 x bərabərdir. Üzr istəyirəm. 120 vurulsun 15-ə. X da bərabərdir 10-a. B variantı. B variantında deyir ki, əlavə neçə nəfər gəlsə 9 günə çatar. 120-nin 15-ə, x-ın isə 9-a. 9x bərabərdir 120 vur 15. 9x bərabərdir 1800-ə, x də bərabərdir 200-ə. 200-dən də çıxıram 120-ni, cavab qalır 80. Keçdik məsələ 16-ya. Məsələ 16-da deyir ki, şəkildə düz mütənasibliklər verilmişdir və burada deyir x, y, z-i tapaq. Deməli, x, y. 2-dirsə uşaqlar 3, 4-dürsə 6, 6-dırsa 9, 8-ə isə nədir? 12-dir. Bu A variantı. B variantında k bərabərdir y bölünsün x-a. 3-ü böləcəm 2-yə bərabərdir 1,5-ə. Y də bərabərdir 1,5 x-a. C variantında nə deyir? Düstura əsasən deyir 1, 3, 5 uyğunluğu müəyyən edin. X bərabərdir 1 olduqda, y bərabərdir 1,5, x bərabərdir 2 olduqda, y bərabərdir, daha doğrusu x bərabərdir 3 olduqda 4,5-ə, x bərabərdir 5 olduqda, y də bərabərdir 7,5-ə. Keçdik D bəndinə. D bəndində isə, ay uşaqlar, D bəndində 12 verib bizə və boşxana verib. 12x, x-imiz 12-dirsə, y-imiz neçə olacaq? 1,5 vur 12, bərabərdə 18-ə. X, indi y-imizi neçə verib? Aha, 1,5-i vuracam x-ə, bərabər eləyəcəm 24-ə. X də bərabərdir 16-ya. Y variantında deyir ki, bu nöqtələr verilmişdir və doğru olub olmadığını yoxlayırıq. 3 vur 1,5 eləyir 4,5. Bu uyğun deyil. Sonra isə 7 vurulsun 1,5 eləyir 10,5. Bu isə nədir uşaqlar? Uyğun olmuş olacaqdır. Keçdik məsələ 17-yə. Məsələ 17-də nədir? Məsələ 17-də deyir ki, şəkildəki hər düzbucaqlının sahəsi 18 vahid kvadratdır. Şəkilə uyğun cədvəli deyir tamamlayın. Cədvəli tamamlamaq üçün gəlin cədvəli tamamlayaq. Bura 2-dirsə, bura olacaq 9. Yaşılda 3-dürsə 6. Göydə 3-dürsə
3, 6. Mavidə isə 2, 9. Deyir ki, indi bunun nəyini tapmalıyıq uşaqlar? Asılılığını A bərabərdir 18 böl B-yə və yaxud da B bərabərdir 18 böl A-ya. Uşaqlar, siz də bizim dərslərimizdən yararlanmaq istəyirsinizsə, kanalımıza abunə olmağı unutmayın. Dərslərimizə qoşulmaq istəyirsinizsə, 055 280 59 24 nömrəsi ilə əlaqə saxlamağı unutmayın. Gəlin görüşlənədək. Sağ olun uşaqlar.